Həzrətin ölümü barəsində deyirlər ki, elə digər imamlar kimi o həzrəti də Mötəz, məlum Mötəz, onlar mütəvəkkildən sonra bir neçə xəlifə olur, ondan sonra Mötəzin vasitəsilə həzrət zəhərlənir və o zəhər onu bir neçə gün yer xəstəsi eləyir. Möminlərdən biri Muhammed ibn Fərəc deyir ki, o xəstə ikən yataqdaydı. 42 yaşında. Yataqdaydı, mən ona baş çəkmək üçün getmişdim. Deyir, getdim, indi ağlayıb orada, imamla görüşüb. İmam ona başa salıb ki, mən artıq dayı qalmayacam. Yəni, sənin məndən son görüşün. Deyir, mən hər şeylə qurtardı, ziyarətim qurtardı. Mən artıq getmək istəyirdim, vidalaşdım o həzrətlə. Getmək istəyirdim. Deyir, məni çağırdı, dedi ki, Əbu Duamə, sən ki gəldin məni belə dua ziyarət elədin, görürəm məni çox istəyirsən, mənim boynuma bir haqq gəldi. Mənim boynuma sənin barına bir haqq gəldi. Sənə bir hədis demək istəyirəm ki, bu hədis sənin çox sevincinə səbəb olacaq. İstəyirsən, mən sənə bunu deyə bilərəm. Sənin bu işin mənim boynuma bir haqq gətirdi. Elə bir hədis deyərəm ki, sən bu hədisi eşitsək, çox sevinərsən. Belə deyəndə, deyir, mən dedim ki, ey Peyğəmbərin balası, sənə canım qurban olsun, əlbəttə istəyərəm. Belə şeylər istəməyə mənim çox həvəsim var və çox ehtiyacım var. İmam Hadi dedi ki, mən öz atamdan eşitmişəm bu hadisəni, bu hədisi. O da deyirdi ki, mən də öz atamdan eşitmişəm. O da öz atasından eşitmişmiş. Ta Həzrəti Əli əleyhissalamdan. Və deyir ki, Əli əleyhissalam da deyirmiş ki, mən bunu Peyğəmbərdən eşitmişdim. Peyğəmbər mənə demiş ki, ey Əli, yaz bir yerə. Sənə bu sözü deyirəm, yaz bir yerə. Bax, deyir, bu bizə belə gəlib çatıb. Peyğəmbər Əli əleyhissalama deyib, atam Əliyə deyib, bunu İmam Hadi xəstə yatağında o möminə danışır. Deyir, mən istəyirəm sənə bir hədiyyə verim. Deyir, dedi ki, yaz ey Əli. Deyir, Həzrət Əli də buyurdu ki, nə yazın? Peyğəmbər dedi ki, indi deyirəm nə yaz. Yaz ki, bağışlayan və mehriban Allahın adı ilə. Yaz ki, imam odur ki, qəlb onu kamil şəkildə qəbul eləsin. İmamın varlığı həqiqi insanın, həqiqi müminin, yaxşı adamın kamil şəkildə, qəlbinin onu kamil şəkildə qəbul etməsidir. Və yaz ki, insanların əməlləri, həmən insanın əməlləri də o qəbul etdiyi imamı təsdiq etməlidir. İmam budur. İmam budur ki, qəlb onu kamil şəkildə qəbul etsin və insanın əməlləri də onu təsdiq etsin. Amma İslam nədir? İslam budur ki, o bir dildə deyiləndir ki, izdivac onun vasitəsilə halallaşır. Yəni ki, İslam isə budur ki, zahirdə müsəlman olmaqdır və insanların bir-biri ilə münasibətləri bunun vasitəsilə həll olur. Deyir, mənə bu hədis çox təsir elədi. İmamətin həqiqətindən danışır. Deyir, dedim ki, and olsun Allaha, bilmirəm bunlardan hansı daha yaxşıdır. Ey mənim ağam, ey Peyğəmbər balası, ki, sənə bu hədis necə gəlib çatıb? Hədisin özü daha maraqlıdır. Həm də sən gör kimlərdən nəql elədin. Dedi ki, bu məktub İmam Əlinin xətti ilə yazılıb və Allah Rəsulunun öz imlası ilədir. Biz onu bir miras olaraq qoruyuruq, saxlayırıq.